İmam Müslim'in rivayet ettiği hadiste, Ebu Hureyre'den gelen hadiste Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, hakikaten Allah kıskançtır, gayretlidir. Allah'ın kıskanması kulun onun haram ettiği şeyleri etmesidir. Kul Allah'ın haram ettiği şeyleri ettiği zaman Allah kıskanır. Nece ki senin zövcen, senin qadağan ettiğin şeyi ettiği zaman sen kıskanırsan ve ondan intikam almak istersen, Allah Azze ve Celle özüne yaraşan şekilde kıskanır. Və qul belə şeylərə, müsəlman belə şeylərə diqqət yetirməlidir. Əgər Allah'ın haqları gözətilərsə, qorunarsa, onların, qadın və ərin bir-birinə öz haqları təqlid etməyə ehtiyac yoxdur. Onlar Allah üçün bir-birinin haqlarını ödəyəcəkdir. Yox, əgər Allah'ın haqqı arxa planda qalarsa, kişi sübh namazına yatıp qalarsa, durmazsa, artıq zövcəsindən ona itaat etməsini, sübh namazına vaxtında durmasını tələb etməsi əbəs bir şeydir. Kişi vitir namazını qılmazsa, kişi namazlarında, ibadətlərində səhlənkarlıq eləyərsə, Allah Azze ve Celle'nin haqlarına qarşı laqeyd yanaşarsa, zövcəsinin onun haqlarına qarşı laqeyd yanaşmamasını tələb etməsi əbəs bir şeydir. Çünki qadınlar əksərən kişilərin, ərlərinin dinində olur. Sən nə qədər Allah'a itaat etsən, görəcəksən ki, sənin zövcən də Allah'a və sənə o qədər itaat edir. Bu dəfələrlə sınanmış bir şeydir.